Sabit temperaturda qapalı qabdakı buxarın kütləsinin həcmindən asılılıq qrafiki verilmişdir. A nöqtəsinə uyğun buxarın sıxlığı 20 qram böl kub metr olarsa, B və C nöqtəsinə uyğun buxarın sıxlığı nəyə bərabər olar? Deməli, qrafikdə əvvəlcə A nöqtəsinə uyğun buxarın sıxlığına baxaq. Həcm V0, kütlədə M0-dır. Rho A bərabər olacaq. Deməli, kütlə M0, həcmdə V0. Bu nöqtəyə uyğun qiymət məsələdə verilib 20 qram bölünsün kub metrdir. İndi B nöqtəsinə baxası olsaq, burada görə bilirik ki, 2 dəfə həcmdə, 2 dəfə də kütlədə artım var. Deməli, rho B bərabər olacaq. Kütlə 2M0, həcmdə 2V0-dır. 2-lər ixtisar olunur, qalır M0 bölünsün V0. O da burada var. Qiyməti deməli yenə də eyni 20 qram bölünsün kub metrdir. Deməli A və B nöqtələrinin sıxlığı eynidir. Sabit temperaturda doyan buxarın sıxlığı təzyiqi konsentrasiyası həcmdən asılı olmur. Deməli A-dan B-yə olan hissə doyan buxara aiddir. Burada həcm artdığında həmin həcmə artmış hissəyə maye buxarlanaraq dolur və sıxlığı sabit saxlayır. Aşağıda bir şəkil qeyd eləmişəm. Deməli, qabın içərisində maye varsa, həcm artması zamanı o artmış həcmə maye buxarlanaraq həmin hissəni doldurur. Deməli, bu hissədə buxar doyan buxar halındadır və sıxlığı həcmdən asılı olmur. Elə ki, bu hissədə artıq maye tamamilə buxarlanıb qurtarır, onda rho bərabərdir M böl V düsturuna görə. Deməli, qabda buxarlanacaq bir maye yoxdursa, həcm artdığı zaman buxarın kütləsi dəyişmir və həcm artırsa, sıxlıq azalmış olur. İndi C nöqtəsi üçün qiyməti yazası olsaq, rho C bərabərdir. C nöqtəsinə uyğun kütlə 2M0, C nöqtəsinə uyğun həcm 4V0-dır. O da ixtisar elədiyimizdə 2də 1 M0 böl V0 almış olur. M0 böl V0-ın qiyməti də 20 qram böl kub metr olduğuna görə 2də 1 vurulsun 20. Yəni 10 qram bölünsün kub metr olmuş olacaq. Deməli, A və B qiymətləri bərabər oldu, 20 oldu. C nöqtəsinə uyğun qiymət 10.